Elit evdən qısa və kirayəsi əziz izləyiciler, kanalımıza abunə olmağı unutmayın. Mas hazırda belə deyək də 3 mərtəbələrin arxa hissəsində belə bir sot yarımın içində əziz izləyicilərimiz belə bir evimiz var. Evimiz ofşu 194 kvadratdır. Şəxsi evdir. Qoyun da deyim sizə. 190 kvadratdır. Şəxsi evdir. Evimizin gözü üzün talvarda var. Həyətində incil ağacı da var. Köhnə evlərdəndir. Köhnə tikilidir, qoşa daşlandı, əzizlərimiz. Həyətinə maşın girir, rahatçılıqla, görürsünüz. Belə rahatçılıqla maşın girir. Evimiz 2 mərtəbəlidir, gördüyünüz kimi əzizlərimiz. Mən sizə birinci mərtəbəsini tanış edirəm evimizin. Girişdə sağda, bu da kombi, görürsünüz, kombi otağıdır. Yəni, ambar kimi də istifadə edə Sonra aşağıda birinci mərtəbəni buranı təmir eləyib qəşəng bax. Görürsünüz sağda hamam tualet eləmiyorlar burada. Gördüyünüz kimi hamam tualet eləmiyorlar. Solda bir dənə mətbəx eləmiyorlar. Əzizlərim gördüyünüz kimi belə bir mətbəx eləmiyorlar. Bir otağımız burada eləmiyorlar aşağıda zal. Belə deyək də buranı bir dənə zal eləmiyorlar. Yəni zal. Və bir otağımız buradadır əzizlərimiz. Bir yataq otağı buranı eləmiyorlar. Bir yataq otağı da buranı eləmiyorlar. Gördüyünüz kimi daha suvağı vurulub. Bir dənə yerin betonu, yəni istəsəz yerini istipol da eləyə bilərsiniz, pol da eləyə bilərsiniz əzizlərimiz. Mən indi sizə evimizin 2-ci mərtəbəsini çəkib göstərəcəm. Belə bir üzümü də var, hazır üzümü var. 10 il vaxt lazımdır ki, bu üzümü becərəsən əzizlər. İndi qalxıb sizə 2-ci mərtəbəni göstərirəm. Deməli, bu da 2-ci mərtəbəmizdir əzizlərimiz. Belə bir girişdədir. Evimizin içində remont lazımdır əzizlərimiz. Bu hamam tualeti mətbəximizdir. Samuzelimizdir. Əzizlər, belə bir samuzelimiz var. Solda bu da mətbəximizdir. Bir yataq otağımız buradadır əzizlərimiz. Gördüyünüz kimi bir yataq otağı buradadır. Belə bir yataq otağıdır. Bir otağımız da buradadır əzizlərimiz. Yəni buranı da yataq otağı eləyə bilərsiniz istəsəz. Və bir də sonunda sizə qonaq otağımızı da göstərim. Bu da əzizlərimiz qonaq otağımızdır. Gördüyünüz kimi belə bir böyük qonaq otağımız var. Evimiz belə deyək də çöldən çölə 194 kvadratdır əzizlərimiz. Evimiz belə bir vəziyyətdə 85.000 manata satışa çıxarılıb. Şəxsi evdir. Şəxsi özünə tikilmiş evdir. Yəni qoyun da deyim biləsiniz. Hər kim alsa Allah xeyrin versin. Həqiqətən də çox möhkəm tikilidir. Hər kim alsa Allah xeyrin versin.